klişe mövzulardan həmişə mənə bu mövzuna bağlı suallar verirlər ki, açıq poza, bağlı poza. Yəni ki, buradan da hamıya demiş olaq ki, yəni bu bağlı poza deyil. Yəni bunu hər kəsin bilmiş olması Əvvəldən lazımdır. deyirdiniz, belə oturardım, özümü rahat hiss eləyərdim. Çünki klişe olaraq insanların bir beyinlərində formalaşdırılmış bir şey var ki, yəni bu bağlı bir postçudur. Amma təəssüf ki deməyim, yəni bu belə bir dünya yoxdur da ki, mən əlimi çarpazlaşdırdımsa, mən Düzgün bilinən yanlışlardan biri. Bəli. Yəni ondan da başqa həddindən artıq çox ziyadə insanları bir səhv istiqamətləndirən bədən dili ilə bağlı yanaşmalar var ki, bunu elədinsə budur. Yəni bu belə bir asan deyil. Mən keçən 2 ilə yaxındır ki, bu sahədə təhsil alıram və başa düşürəm ki, bu o qədər də asan bir mövzu deyil. Amma düşünürəm ki, sizin bədən diliniz kifayət qədər sizi tamamlayır, sizi müşayiət edir, sizdən kənar deyil. Çünki adətən insanın özündən kənar bir bədən dili olur. Yəni mən bunu daha çox tez-tez görürəm. Bədən bir şey danışır, dil başqa bir şey danışır və bir-birini tamamlamır. Amma gördüyüm qədərində hələ ki, yəni podkast boyunca kənar periferik gözlə baxaraq anlamışam ki, Özümü yaxşı aparmışam.